Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adı və yadı ilə Beyin Mühəndisine qarşı Türkçə əski kitablar proqramının 399-cu bölümün başlayıram. Xeyirli olsun inşallah. Gedək görək bu günləri hangi kitab bizim şansımıza çıxır ki, onu oxuyaq və bizim keçmiş nəsillərimiz, babalarımız, analarımız bizə hangi təcrübəni yığıblar, saxlayıblar, ondan tanış olaq. Keçənki cələsələrdə Məntiqi Nəvai ilə əgər yadımızda olsa tanış olduq, biraz da oxumağına çalışdıq. Gedək görək ki, bu günləri Məcmu-i Sənaye dedikləri kitab nədir? Onu da bir tanışaq. Fikir edirəm ki, bu kitabı görmüşük. Bir dənə də ayrısını açaq və beləliklə davam edirik. İki kitab açdıq. Görək ki, birinci kitabı biz elə eləyək ki, burada səhifədə görsənsin kamil, ona baxaq. Kitabın ən baş cildindən səhifə qoymayıblar. Zahirən bu kitab Darülfünun dadır, amma əcəba Darülfünun İstanbuldakı Darülfünundur, yoxsa bugünkü İran adlanan yerdə Darülfünundur, ədəbiyyat fakültəsi ehtimalən. O oxuya bilmirəm möhrün üstün qalanın. Amma Darülfünun yaxşı oxunur. Vəsətində də bir yazısı varmış. Onu heç diqqət eləməmişdim. Cəlibdir, amma onu niyə oxuya bilmirəm mən? Darülfünun ədəbiyyat bəlli deyil o nədir. Yəni oxuya çox da yekətdim də, amma o hər halda kitabımız bu həddədir və əvvəldə əlbəttə zahirən bu kitabı üstündə bir yazı yazıblar. Sonra baxarıq görürük ki, nədir? 200, bir dənə də burada 200 yazıblar. O da nə deməkdir? Oradan bilinmir. Haza kitabı Məcmuətüs Sənaye. Kitabın adı elə əvvəldə ad Kitabı Məcmuətül Əs-Sənaye və Bismillahla başlayır. Yazının dövrəsində 2 cizgi ilə çarçıvə cizibdir və çarçıvələri cizməkdə də fikirlə bu kitabı görmüşük. Diqqət eləməyiblər, çünki çarçıvədə bəzi yerdə qırağa çıxıbdır, xəttlər bir-birinə, yəni düz deyil, bəzi yerdə bir-birini doğrayıbdır xəttlər. Bu, o dəqiq gördüyümüz şeylərdə belə bir şey olmazdı. Amma xətti çox gözəl bir xətti, türkcə bir kitabdır. Zahirən cümlə ya virgül yerinə böyük, çox yoğun bir nöqtə ciziblər və bəzi kəlmələri, məsələn, beyt deyəndə ki, iki şey qurtulur, orada bir beyt yazır. Nəsr deyəndə ya bəzən hətta görürəm ki, yəni sözü ki, bu günləri çox işlənir, yəni mənim qəsd elədiyim budur, ya bu kəlmənin mənasını deyir, onu da qırmızı yazır. Belə bir kitabla qarşılaşırıq. 3-cü və 4-cü səhifədən görürük ki, o cizgi 2 xətt yerinə 1 xətt ilə olur, qırmızı xətt ilə və bu sonradan çəkilmiş bir cizgidir. Əvvəldən çəkilmiş deyil. Çünki yazarın bəzən sözü üstə gedəndə o xətti saxlır, xətti əslində desək kəsir, parçalır. Elə ki, o bir xəncər kimi o yazı, o hərf, o kəlmə o çarçıvəni cırır, partladır. Xətti çox gözəldir. Zahirən, məsələn, bunun indi baxırıq 4. Aha, kitab 86 səhifədir. PDF-də 86 görsənir. Yəni, bunu 2-yə çalacaq. Onlar 176 falan olar. 87-dir əlbəttə. Və niyə? Çünki PDF-in hər səhifəsində biz 2 səhifə kitabdan görürük.
Kitabın şeyi yaxçı qalıbdır, kağızı çox yaxçıdır. Məmuli bir kağıza bənzir. Bəzən üstündə bir ayrı xəttinə ki, mətn xəttinə də yaxındır. Yaxındır, əlbəttə ondan deyil. Bir şeylər yazıblar, o ehtimalən xülasəyi o səfədir. Bəzi kəlmələri yazar ya o adam ki oxuyubdur, qərəliyibdir. Yəni görüb ki, qələtdir, onu qərəliyibdir, ya izafədir, ya hər nədən dolayı onu qərəliyibdir. Hətta burada bir şey görürük. Çarçıvənin eşiyində bu səfər qıraq yazı varmış. Qıraq yazı gəlib çarçıvəni geçib içəriyə. Yenə də burada çarçıvə o qıraq yazını kəsməsin deyə partlayıbdır, yol açılıbdır, orada onlar qalıblar. Dediyim kimi bu da bunu göstərir ki, bula hər cürəsini görürük ki, bu əlyazma sonra olubdur. Mətnin cöhəri də eyni elə bilər. Belə nəzər gəlir ki, üstdəki də mətnin cöhəridir. Əlbəttə üstdəki əksərən ərəbidir. Əcəba bir hədis yazılmayıbdı o çarçıvədən eşikdə başda. Bəzi səfənin başında, özəlliklə də vərəqin əvvəl səfəsinin başında belə bir yazının əl-fərəcu qəribun, əl-fərəhu qəribun yekunu inşaallah nə deməkdir bu? Əs-səlaməti fil-iqaməti Qəncəti la tə'cil. Belə bir şey. Elə bir məsələn bu şeydir, fal kitabı kimidir. Yəni məsələn bunu elə bir fal açacaqsan, bəzən Qurana istixarə eləyirik, o cür bir şey. Bunu açanda üstdə bir şey gəlir. Ya o cürdür, ya da ki elə hədisləri, ya gözəl sözləri o səfədə yazıb ki, insanlar bunu öyrənsinlər, qalsınlar. Çox gözəl bir yazılar yazılıbdır. Kull əmrun leysə fihi rizaallahi fəctənibhu. Hər işdə ki Allahın razılığı, Allah ondan razı olmaz, ondan uzaqlaş. Ərcu minəllahi səlamətə fima əzəmtu. Allahdan istəyirəm səlamət versin, o işi ki əzm eləmişəm, iradə eləmişəm, onları görə bilim. İndi burada bir ayrı şeylə görürük. Bəzi xətləri, bəzi yazıları qırmızı qərə yazıbdır. Amma üstünə, başı üstünə xətt çəkibdir, təkid eləyibdir. İndi bunlara baxarıq, görürük ki, bunlar nədirlər? Sətrin çox gözəl yazıdır əslində. Dediyim kimi, qıraq yazılarda ehtimalən bu içəridəki yazı ilə ilgili olacaqdır. Burada çox cəlibdir. Burada səhifə 37-dir PDF-də. İçəridə bir qələt yazmışmış, ya bir kəlmə düşmüşmüş. Ora bir 7 kimi qoyub belə, gəlib eşikdə o çarçıvə orada cırılıb, çarçıvənin eşiyində təzəşdən o xətti qoyubdu, yazıb bunu. O cəlib bir şeydir. Bunu gördüm ki, o işi də burada görüblər, yəni bir-birinə bağlayıblar oranı. Bəzi yerdə, məsələn, bu səhifələrdə yağ tökülüb kitabın içinə. 3 səhifəyə şey olubdur, yəni 3 vərəqa keçibdir. Məsələn, burada ehtimalən bu kitabı görmüşəm. Çünki nəzərimə gəlir, məsələn, bunu demişəm ki, bunun burada qıraq yazı silinibdir. Yekə bir qıraq yazı varmış. Silməyə çalışıblar, amma silməyiblər də. Beləsi bir vəziyyətlə qarşı-qarşıyayıq. Bu səhifədə amma siliblər. Bir çox kəlməni siliblər və başarıblar da silsinlər. Yəni, baxırıq, görürük ki, kəlmələr oxunmur, yeri qalır, qərədir. Amma bu birisi səhifədə, yəni 55-ci səhifənin aşağında qərəliyiblər, gedibdir. Ortada fəqət bir kəlmə qalıbdır. Onu hop bulublar. Yəni, o düzülmüş ki, bu üç səhifədə hesabı qərəliyiblər kəlmələri. Çox kəlmələri bir-bir nədən burada iştibah da olsaydı, gərək cümlədə də olaydı, amma kəlmələri kullən qərəliyiblər gedibdir. Xətt dəyişdi. Hardan başlayır dəyişməyə? Diqqət eləməmişdim. Ehtimalən o yazılar başlanandan sonra
etimadı be nəfsi aradan gedir, yəni özgüvəni və mənim nəzərimə gəlir ki, əslində 61-ci səhifədə başlayır. Yox, o deyil. Biraz da gedək qabağa elə. 66-cı səhifədən başlayır, əlyazın dəyişir. Və 68-ci səhifədə kamil dəyişir. Yəni başqa bir adam yazır ehtimalən, ya da ki məncə başqa bir adam başqa bir midadla ya filanla hər qələm ilə ki yazılmış, o qələm ilə fərqli yazıbdır. Kitabın başındakı yazı nəzərə gəlir ki, midaddır. O hədislər ki dediyim şeylər, onlar midata bənzir, amma orta qələmə bənzir. Mənə o cür gəldi. Hər halda bu yazı dəyişdi. Gedək görək ki, nə olacaqdır. Kitabı çox siliblər, bilmirəm niyə. Məsələn, burada indi səhifə 75-də həm siliblər qıraq yazını, həm də təzədən onun üstünü yazıblar. Bu birisi səhifədə də rəht cöhər də dağılıbdır və yazıblar. Burada kitabın üstü od düşüb, kitab yanıbdır rəsmən. Kitab, qədim bilirsiniz, evləri odunla qızışdırırdılar. Ehtimalən kitabın hər nədən dolayı indi kitabın üstünə od düşüb və kitab yanıb, dərilinibdir. Bir səfəni dəlib, o birisi səfəndə yəni bir vərağı dəlibdir, ikinci vərağı da sarıladıbdır. Buradan da bu yüzden kitabı tərsə qoyublar. Cəlibdir, kitab cırılmayıb deyim, tərsə qoyublar, amma kitabı tərsə yazıblar. İndi bunu nədir oxuyacağıq? Bu bayəd gedir bunun babuddir, nədir? Bu gedir, bu səhvədə düzdür. İndi buradan bu yüzəni gərək nə oldu? Mən niyə ayrı? Mən ayrı görmüşəm. Yox, ayrı görməmişəm, düzdür. Bu səhifədə miqdardır. Gedir bura. 2 səhifə qeydində alınır və bu iki səhifə tərsədir. Yəni, indi bu nədir olacaqdır? Bunun arxası tərsə düşəndə biz gərək bu səhifəni oxuyaq. Sonra gələk buna. Bunun arxası ilə bunun arxası bu üzə olacaqdır. Yox, bura olacaq, tamam, elə budur və sonra bunu oxuyacaq. Bir vəraq tərsə yazıblar. Yəni, 2 səhifəni tərsə yazıb. Kitab çevrilibdir. Adamın yadından çıxıb kitabı çevirib, təzədən yazıbdır. Baxın, şöyle xətti də fərq edir o müddətdə. Burada xəttlər aynıdır. Elə bir qeydibdir o əvvəlki xəttdə. Burada da yox, xətt tamamdır. Burada yenə davam edir və burada da bir kitabın içində bir ox kimi bir şey çəkiblər, amma ox deyil. Çünki bir tərəfi çox yekədir, başında belə bir şey vardı. Kitabın içində və filiş kimidir əslində. Amma bu filiş bir eşiyi də göstərir və heç zət yoxdur orada. Və kitabın sonunda yenə də möhür var. Darülfünun ədəbiyyatı da oxunur. Fakültəsindən olacaqdı ehtimalən. Mən yenə o cür oxuram. Burada yenə əl yazma biraz dəyişdi. Və kitabın cildini görürük. Yəni kitab burada yarımçılıq qaldı. Kitab yarımçılıq qutarır. Çünki kitab qutarmadı. Əlbəttə bəlkə qutarıbdır burada. Yəni son səhifə 68-də sağ əldəki səhifədir. Çərçivənin içində onu yazıb qutarıb. Sonra çərçivənin eşiyində bir ayrı mətləbi başlayıbdır. O ayrı bir şey. Tamam. İndi bunu oxucaq əgər tarixi. Çünki mən axırda bir tarixdə gördüm orada. Bu tarixi oxusaq görək bunu oxuya bilirik. Bu kitab hangi zaman yazılıbdır? Qədvə əl-Fəraq Rəbiyül Əvvəl 1261. $1291, $1261. Bunu 61'dir. Allah rəhmət eləsin, mənim dədəmin əl yazma xəttinə bənzir.
60-ı, altını belə tərsə. Biz normalda mədrəsədə görmüşük, altının ağzı beləsi olar, amma bəzi adam beləsi yazar. İndi bu da beləsi yazıbdır. Ya 9 olar ya 6, amma mən 6-ya bənzətdim. Amma 9-a da bənzətmək olar yəni. Min. Pəs kitabın adı, burada onu da yazaq. Tarix. Rəbiul Axərdir bu. Axərdir. Rəbiul Axəri səneyi 1261. Mən bunu 6 yazdım, çünki bunları ingiliscə yazıram. O cür yazmayayım. Tamam, beləsi oldu, qutardı və qeydaq kitabın əvvəlindən görək ki, nə oxuya bilirik. Kitabın əvvəlində cildin üstündə bir yazı yazmışdılar. Əcəba burada bir tarix yaza bilər, bizə bir tarix çıxa bilər, ya bir şey oxuya bilərik. Onu bir səfəni dolandıraq, onu bir baxaq. Əndəruni Humayundə məhfuz hirfətü səadət sərhədməsi. Nədir? Elhayü heyrət iş bu kitabı malik. Burada ehtimalən bir ad olacaq da, Əl-Hac da ola bilər. Sırf 413 nömrəlidir ehtimalən bu. Malikidir bu. İş bu kitab malikidir. Kitabə malikdir. Bunun adın beləsi Əndərun'dən Humayun'dən Əndəruni Humayuni'dən məhfuz sərgət səadət. Məhfuzi sədəmədü səadət belə bir şeydir. Sərhədməsi ehtimalən sərxidmətisi olacaq məsələn. Əl-Hac Sirab Ağa. İş bu kitab malikidir. Bu ehtimalən belə bir şey 413 belə bir şey tarix, burada tarix ehtimalən qoyulubdur və kitabın o şeyini geçdik. Gedək ikinci səhifədə görək ki, biz bunu oxuya bilirik ya yox. Bismillahirrahmanirrahim. Haza kitabi məcmuətüs sənayi. Bismillahirrahmanirrahim. Həmd-ü sipas bədiül əsas ol həzrət saniə ki cəmi mövcudatun məcmui vücudi anın asar-ı sün-ü kəmal-i qüdrəti pərtövündəndir. Ehtimalən tığın nöqtələri yoxdur. Beyt. Asar-ı sün-ü beyn ki dir gülşən-i kərəm. Yəni burada 2 dənə yer var. Acaba bu biri izafədir, nədir? Asar-ı sün-ü bin ki dir gülşən-i kərəm hər dəm lətifeyi be vücud ayət az ədəm. Ehtimalən bu nəcür oldu? Asar-ı sün-ü bin ki deyri gülşən-i kərəm hər dəm lətifeyi be vücud ayət az ədəm. Şeirə bənzəmədi, amma şeir dedi. Biz də bunu şeir oxuduq, amma Türkçə oxudum, Farsça oxudum, heç bilmədim hangisi olacaq bu. Asar-ı sün-ü bin ki deyir, hər halda nəsr, mənayı beyt budur ki, asar-ı sün'i gör ki, bu kərəm gülşənində ki, aləm-i vücudidən kinayədir, hər dəm ədəmdən vücudə bir lətifə gəlir. Məvalid-i səlasədən hər nə var isə, xüsusa bəni Adəm ki, əltəfül lətayifdir və 100.000 tühəfi təhiyyat-ı təyyibat-ı rovze-i mütəhərrə və mərqəd
منوری معنبر نسیمی سید العرب والعجم معنبر نسیمی سید العرب والعجم علیه افضل الصلاة و اکمل التحیات üzerine olsun ki ve âl ashab Rizvanullah Teala aleyhim ecmaîn üzerlerine olsun. Yani buradan bunları dedi diyen ne mene? Ashab-ı qulube ma'lumdur ki dünyada hünerden latif bir şey yoktur. Ve şeceri hünerin semeresi, burada şi yazıbdır. Semereşi. Ve semeri hünerin semereşi devlettir. Orada yazmış ki a'zami bir ayrış tapılır ki a'zami nimet devlettir ve ondan baki heç zat əhəmiyyəti yoxdur. Burada da deyir ki şəcəri hünərin səmərəsi dövlətdir. Hünərin səmərəsi insanın ən böyük hünəri nədir? Dövlət yaratmaqdır. Hünər nə deməkdir? Əldən bir bacarığın gəlməsidir. Bir işin başarmasıdır gözəl şəkildə. O gözəllikdən də dedik nə? Odur ki insanlar onu rahatca anlayalar, görələr, düşünələr, faydası ola. İndi deyir insanın ən böyük bacarığı hünərdir. Hər bizim məmulən qızlara bunu işlərdə hər barmağından 1000 hünər damır. İndi bu da orduadır, yəni bacarığı var, bir işləri yaxşı başarır. Və şəcəri hünərin səmərəsi dövlətdir. İnsanın ən şəcərə ağacdır da, o bacarıq ağacı ki var, onun meyvəsi dövlətdir. Yəni tamam bu işlər ki insan başarır, bunun sonucu dövləti qurmaqdır. Və biz hünərimiz yoxdur dövləti saxlamaq. Yəni biz Güney Azərbaycanlı və Türklər təəssüflə keçən 250 ildə ağacımızın dibinə kud əvəzinə zəhər veriblər. Bizim ağacımız meyvə vermir. Dövlət meyvəsi verməyibdir. İşğal olmuşuq. Zahirən qol qanadımız var, amma meyvəmiz yoxdur. Və şəcəri hünərin səmərəsi dövlətdir ki, əhl-i mə'ni bu karşı buna şahid bir lətifə-i nökte demişlərdir. Əhl-i mə'ni, yəni o insanlar dərindən düşünərlər. İrfanda bunu işlədirlər. Düşüncə yerinə məna deyirlər. Çünki məna bir şeyin dərin düşünməkdir. Məsələn, bir dənə bir kəlmə oxuyuruq nə mənə? Məsələn, deyirəm, səadət nədir? Dünyada heç kəs səadət bilmir nədir. Hərə buna bir məna eləyibdir. İndi də budur ki, çox pul qazanasan, pullu olasan. Buna səadət deyirlər. İndi. Geçəcəkdə da hərə bir şey deyibdir. Özünün təcrübəsinə görə, özünün şeyinə görə gəlib səadəti bir təcrübə eləyibdir. Amma bu səadət bir mənadır ki, bunu hamı düşünür. Hər zaman düşünür. Özəlliklə düşünür insanlar, yəni filsuflar bunu çox düşünürlər. Ya sufilər, şeyxlər, bunlar bu səadət nə deməkdir, bunu çox düşünürlər. Buna bir məni qoy. Bu düşündükləri buna deyilən məni üçün onun mənasını axtarırlar. O səadət nə deməkdir? Əhl-i məni buna şahid bir lətifə nöştə demişlər. Nə deyiblər? Beyd. Hünər tələb ki hünərmənd ra səadət و bəxt به روزگار کهن یار غار خواهد بود. Görək mənisi nədir? Bu beyti özü indi məsələn farsca idi. Məni beyt budur ki, hünər tələb eylə ki, səadət və bəxt hünərməndindir ki, bu ruzigar-ı köhnədə, köhnəlmiş ruzgar ki, illər boyu, yüzlər il, minlər il keçib üstündən, bu ruzigar-ı köhnədə yar qar olsindir, oləsidir.
və bir şahid dəxi bu kəlamıdır ki, yəni o hünərin şəcərəsinin səadət dövlətdir. Bu birini dedi. İkincisi nədir? İndi burada cəlib bir söz dedi, amma görək ki, sonra nə deyir? Ondan sonra əgər o deməsə mən gəlirəm. Beyt gələm. چه خوش نکته گفتند اهل هنر از آن خوبتر هیچ گفتار نیست هنرمند باید که باشد چو فیل از آن جنس هر جای بسیار نیست بسند نظر آن رو به درگاه شاه بسند نظران رو به درگاه شاه که او لایق اهل بازار نیست. Hər halda burada bir şey dedi, görək nə deməkdir? Nəsr. Məhsul beyt, məhsul. O beytin ki, indi 3 dənə beyt oldu əslində. Deyir, bunun məhsulu, hasılı, ələ gələn nəticəsi nədir? Məhsul beyt budur ki, məsələn, bu məhsul nə deməkdir? İndi bunu fikirləşək da. Bu bir sadə kəlmədir. Nə xoş nüştə dedilər əhl-i hünər ki, nə xoş nüştə dedilər əhl-i hünərə ki, آندن خوبتر هیچ söz olmaz ki hünərmənd gərəkdir ki fil gibi ola zira ol cinsidən hər yerdə yoxdur olsaydın əhl-i hünər padişahlar qətində məqbul və mərğubdur ol səbəbdən əhl-i hünər padişahlar qətində məqbul və mərğubdur və əksər əkabirlərə müqarindir Gərək kəndü dəxi əğniyadən olsun və gərək füqəradan olsun. Deyir, fərq elməz. Gərək kəndü dəxi əğniyadan olsun və gərək füqəradan olsun. Əhl-i soğ mabeynində soğ bazar, ərəbcə sözdür. Əslində küçüyə soğ deyirlər, amma çünki bazarda, iş bazar belə düzəlmişmiş küçə kimi, ona görə elə soğ deyiblər ona. Əhl-i soğ mabeynində ölməzlər ki, nətəkim fil hindidə qərib olmağa padişahlar tərbiyəsindədir. İndi burada fil Holtland nə demək olar? Bilmirəm, yəni bu cürsü yazılıbdır. Hotel kimi, hotel deyil əlbəttə. Çünki əvvəl he, lam, te, nun, dal, he. Fil haltində, bəlkə də beləsi olacaq bir kəlmə yazılacaq. Nətəkim fil haltində qərib olmaqla padişahlar tərbiyəsindədir. Əhl-i soğ tərbiyəsində qoməzlər əhl-i hünər fünunində və mərifətində qəraib və əcaib olduğu üçün padişahlar onlara talib və rağib olub kəndülərinə müqarin eylərlər. Müqarin yəni yaxın. Əgərçi, burada bir beyti ehtimalən bir şey yazır. Əgərçi misra Cuy tali z xərvar hünər beh Cuy tali z xərvar hünər beh Deyir ki, belə də bir söz deyiblər ki, bir arpa qədər şans, bir xəlvər, arpa xəlvərin bir danasıdır. Bir xəlvər hünərdən yaxşıdır şans. Yəni, bir ərpə miqdarı tali bir xərvar hünərdən yek isə dəxi hünər fi nəfsə səbəb dövlətdir. Hər halda deyir ki, o tali çox mühümdür, amma onun yanında gəndə hünər özü bir səbəbi səadətdir, dövlətdir, pul, sərvət. Dəxi hünər fi nəfsə səbəbi dövlətdir. Səbəbi dövlət olmaması beğeyrədir. Yəni özü deyir, özündə dövlətdir, amma o birisləri düşünüb bu hünərdən istifadə eləməsi başqa bir şey. Səbəbi dövlət olmaması, bu ki, bu rifaha müncərr olmaya beğeyrədir. Hünərdən dolayı deyil, özgələrdən dolayıdır. Amma bu məni üzərinə ki, bu zəif xaksar cəmi fünunda səy bəliğ eləmişdir və çünki talib olub bu sənayeün mərifətinə ittila bulub və kəmal yetişdürələr به توفیق الله تعالی مقصود کلی حاصل ola.
Və bu məcmuə 161 hünərdir. Bu kitabda 161 hünərin şeyin yazacaqdır. Qonusu deyək, bəs bu hünərdir. Mətbuətü Sənaye 2 yazıbdır. Qonu 161, aha beləsi yazaq, 160 hünər. Və bu məcmuə 161 hünərdir ki, hər biri hədd zatində binəzir və məmduh və muxtardır. 134 fəslidə 40 bab üzərə təqsim olunmuşdur. Bab əvvəl İnci düzmək təriqindədir. İnci mürvariddir. İnci düzmək təriqindədir və o 7 fəslidir. Özü 7 fəslə bölünəcəkdir. Bab-ı sani lə'l və yaqut düzmək bəyanıdır. Bir ayrı kitab oxumuşduq, orada 300 neçə dana hünər yazmışdı. Bu ondan qabaq yazılıbdır. Ehtimalən, əlbəttə bu yazıb mən öz təcrübəmi deyirəm. Amma o kitabda oxumuşduq ki, o tamam kitablardan toplamışdı, alimlərlə danışmışdı, müsahibizat eləmişdi və o 300 neçə hünər sahəsini yazmışdı. Bu 161'in yazıbdı. Ona görə bu kitab o kitabdan fərqlidir. İstədim bunu deyəm ki, bu kitab o kitabdan fərqlidir. Burada bir şey deyəcəkdim, dedim ki, o deməsə mən deyərəm. Üstə bir dedi ki, hünərmən gərəkdir ki, bu ruzigar köhnədə yarğar oləsidir. Bu yarğar nə deməkdir? Çətin günlərdə yoldaş olmaq. İncə sənət başarsa biri, o Həzrət Məhəmməd çətin günü ha zamandır, ömründə 2-3 dəfə çətin günə düşübdür. Birinci çətin günü Həzrət Məhəmmədin o gündür ki, onu familləri, böyüklər, şəhrin böyükləri, o kəndin böyükləri təsmin tuturlar ki, onu bir dərədə zindan eləsinlər. Adına deyirlər ki, təhcir eləyiblər, onları təbid eləyiblər, uzağa göndəriblər. Amma yox, əslində zindan eləyiblər. Siz gedirsiniz, o dərədə qalacaqsınız, o dərədən bu üzə gəlsiniz, vurarıq, öldürürük məsələn. Zindanı olublar orada. 3 il, 4 il orada qalıblar, xanımısı orada ehtimalən vəfat edibdir. Bir çox adamlar orada vəfat edibdir. Çox aclıq çəkiblər, çox çətinlik çəkiblər. Bəzi adamlar qaçaqçıların kefiymiş orada. Qaçaqçılar onlara bəzi şeylər gətirmiş, amma malları da yoxmuş versinlər. Bir dövrüdür ki, çox çətin yaşayır Həzrət Məhəmməd. İkinci dövr qaçır, Mədinədən məcbur olur, Məkkədən üzr istəyirəm. Məkkədən məcbur olur öz şəhrindən qaçsın. Onu niyə mən zindan dedim? Çünki əslən onun bir hökmü var. Hökm yazılır. O şey nağıl ki bizə deyiblər, onun üzü ilə danışıram hələ. Yazırlar, Məkkəyə asdırırlar bir dənə hökmü ki, Həzrət Məhəmmədin, o zaman Həzrət Məhəmməd dərdə, yəni o zaman Məhəmməd və ailəsin biz təbid edirik o dərənin arasına, oradan çıxıb gələ bilməzlər, haqqı yoxdur. Hər kəs onlara köməklik edəsə, elə olar, belə olar. Qaçaqçılıq iş başlayır orada. İkinci yeri o çətinliyi çəkirlər. 3-4 il orada aclıq, susuzluqla paltarlar, zatlar cırılır filan. Hər halda sonra o hökmü Allah tərəfindən bizlər deyirik, amma beləsi gəlir nəzərə ki, hökmü gedir bir mür düşür canına, onu yeyir. Allahın adından sonra hər şey orada yeyilir. Həzrət Məhəmməd də deyir ki, baxın, beləsi bir şey olubdur. Onlar da gəlirlər baxırlar ki, o hökm yox olubdur. Ondan sonra bunu... Əlbəttə, bu da yenə şeydir, yəni biraz nəqildir. O zaman belə bir şey var idi, yox idi. İnsanlar belə bir yazı ola bilərdilər, ola bilməzlər. O məsələsi var. İkinci, Həzrət Məhəmməd Məkkədə istəyirlər öldürələr, durur. Burada nağılı düzəldiblər. Həzrət Əli onun yerinə yatır, oradan qaçır. Nə deməkdir? Oradan qaçandan sonra niyə uşaq onun yerində yatır? Bu bir məsələdir. Yəni, məsələn, görsünlər ki, onun yerində yastıqda qoya bilərdi, məsələn. Bəlkə fəqət o zamanda, bəlkə orada bizim kimi yastıq yorğan olmasaydı da, bəlkə Həzrət Əli orada uzansın, elə bir adam orada uzanıbdı qaranlıqda desinlər, ona görə ola bilər. Hər halda qaçır, düşürlər dalısına, elə görürlər bu Əli idi, Məhəmməd deyil, düşürlər arxasına bunları öldürməyə. Onlar piyada, bunlar da atla, qatırla, nə ilə qaçırlar. Bunlar məcbur olurlar ki, Həzrəti
Əbu Bəkrləndir, əgər səhv eləməsəm. Həzrət Əbu Bəkrlə qaçırlar, damadı ilə yəni. Damadla qaçırlar, gəlirlər, görürlər, tutulacaqlar, qaçırlar, gəlirlər bir köhlə dağda. Allah bu köhlün ağzına Toratana deyir, Toratan gəlib bura tor atır. Həzrət Məhəmməd orada qalır. Bunlar da gəlirlər, o yol bələk deyir ki, gediblər bu köhlə. Gəlirlər, baxırlar ki, bunun ağzında şey var. Biz şeytan toru da deyirik buna, Toratan toru da deyirik. Şeytan toru var. Qeydirlər ki, burada adam keçsin, burada dəli nədir? Necə ki, burada içəridə adam yoxdur. Hətmən o da uzun bir şeymiş da. Çünki yaxında olsaydı adam oradan baxıb görərdilər yəni bir şey. Hətmən uzun bir köhlümüş. O yarğar, o adam ki, o gün ondan gedibdi, ölümünə gedib girib o köhlə, ona deyirlər yarğar. O məsələ olubdu. İndi onu gördük və oxuduq, gəldik bu birisinə. Bab əvvəl dedi, incü düzmək təriqindədir və ol 7 fəslidir. Bab sani lə'l və yaqut düzmək bəyanındadır və ol 2 fəslidir. Lə'l və yaqut da elə biz bilmirik. Mən indi bunu bilmirəm ki, nə cür deyim onu. Bab salis bəllurə rəng vermək, bəllur indi bir nə deyə bilmirəm. Bəllurə rəng vermək bəyanındadır ki, lə'l və yaqut rəngində olə. Bəlluriyə rəh verirlər ki, o yaquta, lə'lə bənziyə. Yaqut elə bir yaşıddır, lə'li də qırmızıdır. Belə bir şeylər zehnimə gəlir, amma bilmirəm nə deməkdir. Ol dəxil 7 fəslidir. Bab rabi inciyə cəla vermək bəyanındadır. İnci dəryadan tapılır, çox da şey deyil, parlaq deyil. Onu parlaq eləmək üçün cəla deyirlər adına. Gərək o qədər onun üstünə işləyərlər, onu indi bir şeylə sürtələr edər ki, o bərraq ola. Yəni işıqlıya, saf, göz qamaşdıran olan. Bərraq əslində göz qamaşdırmaqdır. Bərq işi sözündən gəlir. Bərraq, yəni bərq kimi işıl deyən. Bab-ı rabi inciyə cəla vermək bəyanındadır ki, roşən və nurani olə və ol 4 fəslidir. Bab-ı xamis altın həll etmək. Axın dəmirdə dağdan qızılı çıxardılar. Onu gəlir həll eləyəsən, bir şey suyun içində, bir şeyin içində ayırasan bir-birindən. Bab-ı xamis altın həll etmək təriqindədir ki, bəzi kitab üçün və bəzisi kitabət üçün yazıya istifadə olunur. Onu deyir, həll eləyəsən ki, onu qələmə götürüb yazasan. Bəzi kitabət üçün və bəzisi nəqqaşilik və müləmmə işlər üçün və ol 3 fəslidir. Bəzi, yəni bu qızıl ki dəmirdir, onu bir cür elirlər, həll elirlər su kimi, ondan kitab yazırlar ya bəzi şeylər yazırlar, nəqqaşlıq falan da istifadə olunur. İndi də ki dedim, bəzən bunları içirlər insanlar, içirlər deyirlər də faydası var ya yoxdur, onu bilmirəm. Bab-ı sadis zümrüd və zəbərcət düzmək bəyanındadır və ol 3 fəslidir. Bab-ı sabi 7-ci bab. İndi burada bir hədis görək, üstəşində də demişdi, bəli. Hər vərağın əvvəlində bir hədis deyir. O hədisi də oxumaq yaxşıdır. 1-ci səhifədə deyir, 2-ci səhifədə deyir ki, la tuğayyir və la tusarrih məkanəkə və əntə bixeyr minəllah Teala. Yerini değişdirmə və tusarrih nə deməkdir bilmədim. Yerini değişdirmə və təsərrih eləmə nə deməkdir? Və əntə bixeyr inşallah ki, yerin şey olacaqdır, xeyir olacaqdır. Xeyir olasan. Əlbəttə insan əmniyyətdə olsa bu faydası var bu hədisin, bu sözün, amma əmniyyət olmasa o məmləkətdə orada değişdirmək, gizli qalmaq daha yaxşıdır. La təcəl fi əhbəri fi fəəhbir, la təcəl fəəsbir olacaqdır. La təcəl fəəsbir fə innə aqibətə xeyrun və səlamə. Əcələ eləmə, gözlə, səbr elə, hər şeyin aqibəti, sonu xeyr-ü səlamətdir. Bu da bir şeydir, oturur. Mən deyirdim ki, bu fal kitabı üçün bir şey yazıbdır. Əlbəttə ola bilər də ki, o bir şey yazmış olsun. Bab-ı saminə əşər. Hara getdik biz ya? Nə zaman gəldik bu havi əşərə fulana? Hə, bu səfədən sonra. Bab-ı sabi. Firuzə və elmas və fəmərcan, qusi və nili düzmək bəyanındadır ki, mədənidən fərq olunmaya və ol 4 fəslidir. Bab-ı samin kömük
boyamaq, kəmük, kəmün ehtimalən paltar. Kəmük boyamaq bəyanında və ol dəxi 5 fəslidir. Bab tası, bəllurə, ləm'an və rənglər verməsi bəyanındadır ki, 7 rəngidir və ol 1 fəslidir. Bab aşir 10 danadan o birsin. Çünki indi bu 40 dana da oxumayacağam hamısını. Bab aşir fərəngi rənglər və bəttanə çini, bəttani çini bəyanındadır ki, burada yazıb 7 rəngidir. Üstündə xətt çəkib bu 7 rəngin, yəni iştibah olubdur. Yazır ki, rənglərin yekrəgidir. Rənglərin yaxçısıdır. Rənglərin yekrəgidir və muhtaridir. Muxtar sözüdür, yəni seçilmişidir. Cümləsi jənqarə və jənqarədən qeyriyə yarar və bəttani çini sədəfkarlığa işə gəlir. Və ol 3 bəttanə yorğan döşək deyil də onun üzünə ehtimalən. Bəttanə və bir fərəngi rəngidir və ol 4 fəslidir. Tamam, bu qədər 10 dana buradan oxuduq ki, bu kitabın eləyə bilsək, əgər icazə versə, tamam, gedək bunun 40-cı səhifəsindən də bir səhifə oxuyaq. Getdik çoxu, 50-dən oxuyaq, neyniyək? 50-ci səhifədə xəttdə də ehtimal verirəm dəyişibdir biraz. Görün burada bir fəsli salisindən oxuyaq biraz. Fəsli salis 4 vəqiyə zibək olub bir taş çölməyə qoyalar. 4 vəqiyə zibək alıb bir taş çölməyə qoyalar və 4 vəqiyə səhəq almış zeybək üzərinə qoyub qərəşdürələr ta ki ruhi vahidə olə. Ruhi vahid olə. Bədhu bir xeyri çölməyə başı əşağı anın üzərinə qoyalar. Şöylə ki, 2 çölmək bir-birinə sıqışıb örtüşə və toz ilə külli çamur edib və ol çölməklərin ağzına bir baş bez sarıb dəxi üzərinə ol çamuri sıvayıb bu təriq ilə əməli hifz edələr. Bəd 16 paş atəş verələr. Bəd 16 nə deməkdir? Paş ya pas atəş verələr ki 2 gün 2 gecə olur. Şöylə ki, ol atəşin şöləsi tişərə ürüb sümüklər ətrafına dokunmaya və çölməklər ətrafı pamur yazıb da, cəbə pamurdur yoxsa ayrı bir şeydir, onu bilmədim, düzünü axtarsaz. Pamur ilə tutulmuş ola ta 2 gün 2 gecə tərk eyləyib suğuya əsla sıcaqlıq qalmaya. Bədəhu açələr təklis olmuş zibəqi alıb hifz edələr. Həman cümlə yazılan mənfəətlər bundandır gəlir. Hər kim bu olmuş zibəqi yesə çox mənafi'i görə və yeməsinin təriqi ikinci fəslidə zikr olunmuşdur. Ol zibəq ki ateşsiz olmuş ola çəlməzlər. Oxuya bilmirəm bunu. Məkilməzlər belə, məkmələr belə. Anı yenə deyirlər
dirilerdirler ve ani yemek layık değildir ve ol üslub üzerine olmuş zənbəq budur ki zikr olundu. Tamam, bu qisməti oxuduq. Bu zənbəqi nə cür düzəldəcəklər? Bunu indi nə cür olacaqlar? Nə cür şeylər onu dedi. İndi gedək kitabın son səhifəsinə baxaq və qutaraq bu kitabı. Bu kitab təqribən dedik ki 260 harda yazdıq? Burada 261 il bundan 1261-də yazılmış olsa, bunu da bir hesablayaq. Şöyle əvvəldə hesablayaq. Şöyle dedik ki nə qədər bizim dediyimizdən 1447-dir. Yavaş-yavaş da gedirik elə bir ki il qutarsın. Bundan çıxacağıq 1261, 1261 əlbəttə burada mən bunu 186 il olarmış. Bunu gərək oxumayaydıq, amma oxuduq beləsi. Bu səfərdə də biraz o və badəm kibrit 2 dirhəm. Nə deməkdir? Bu qabaqdan deyibdir. Əyar kül dərunidə barud 10,5 dirhəm. Kibrit 2 dirhəm. Kömür 7 dirhəm. Günəş 7 dirhəm. Ya da günəş deyil, üzr istəyirəm. Bu nədir? Hər nədir oxuya bilmirəm. Sunəş 7 dirhəm. Əyar nərcisi kibrit 4 dirhəm. 4 dəndə kömür. 2 dənə, 4 dənə dənnə. Dənə olacaqdı ya dəndə. Dəndə ehtimal ki oxunur, amma bilmirəm nə deməkdir. 2 dəndə kömür, 2 dəndə və yarım barut, 5 bəcaq, 5,5 olacaq ehtimalən. 5 bəcaq dənə polad 3 dirhəm və bir danə və yarım, əmənədir bilmirəm. Əyar mahtabi lətif barut 8 dirhəm. Bunlar görürsünüz ki belə bir şeylərdir, mən heç birisini bilmirəm. Ən sonunda əyar tavus deyə bir tavusi deyə barut 10 dirhəm, fəhm 4 dirhəm, kibrit 3,5 dirhəm, polad 2,5 dirhəm, təmmət qutardı. Kitab burada qutarır. Bundan sonra bir ayrı bir şeyler yazıblar. Şimdi aynı məsələdə əməl-i eksir-i kəbir, ruh, tutiya, zeybəq, əsrəf, belə bir şeylər. Bunları yenə bu cür tozif veriblər, önəm daşımır. Yəni önəm ki daşımır, mən bilmədiyim üçün anlaya bilmirəm. Kitabda çox gözəl bir cildi varmış görünən və basma ilə onun dövrəsinə ha belə ortasına bir nəqşə dizmişmişlər. Bunu burada qutardıq. İkinci kitaba baxaq, görək ki, ikinci kitab bizə nələrdən danışır. Onu kim yazmışdı, nəyə yazmışdı, biz onları oxumadıqda bilmə. Əvvəlini oxuduq ki, orada olsaydı görəydik, görmədik. İkinci kitaba baxaq, bu kitabın adı Nucum və Fəal Türki, xətti besiyar ali. Fikirəm bunu görmüşəm. Fikirəm bu kitabı görmüşük. Əgər səhv eləmişəm, Sultan Fatıma xanımın, şahların birinin bacısı Osmanlıda, onun bacısının əmri ilə bir kitab yazıblar, çox ali. Əgər o olsa, fikir edirəm ki, o kitab olacaq. Çünki orada Əsrar-ı Qərib də yadıma düşdü ki, orada da bir dənə web saytından bunu götürüblər ki, adı Əsrar-ı Qəribdir, oradan indiriblər, kitabın üstünə də onu salıbdır. Kitabın içinə baxırıq, cildini gördük, çox gözəl bir cildi var, çox əla. Bu cildi gönnəndir, gönün üstünü ehtimalən qızılla nəqqaşlayıblər, çarçivələr düzüblər, haşiyə, balaşiyə, ləvər, nə bilim, 2 dənə çox əcib və sonra da bunun ortası var, mətn deyirlər və çox şik bir şeydir yəni əslində. Kitabın cildinin içini alırıq, görürük yenə də göndür, amma ora qırmızı gön idi, bura sürməyi göndür və yenə də bunun dövrəsini qızılla işləyiblər, o bəllidir. Bu dedikdə qızılı biz nə cür həll edirik, ondan nə cür kitab yazırıq, nə cür nəqqaş edirik, burada işlənibdir. Bir səhifə ağdır bu kitabın, PDF-də görsənir ki 286 səhifəsi var. Və adı Mətal-ü-Səadətdir. Mənim nəzərimə bu kitabı görmüşük. İkinci kitabın ad Mətal-ü-Səadət.
Kitabın adı bu olacaqdır. İkinci səhifədə yazılıbdır. Yəni kitabın cildindən sonra bir vəraq keçirik. Vərağın iki tərəfinə baxırıq. O boşdur. Üçüncü vəraqda mətaləə yazılıbdır. O birisi görsənmir. Ehtimalən mütaliə yazılıbdır bəlkə də. Sonra fehristi kitab gəlirik, yetişirik. Kitabın fehristini görürük və fehristindən aşağı Məclis Padişah Aləm təqsim ruh İsna əşər kəvakib səb'i mənsubə olan təvaif və hey beləsi dedik bunun adı Nucum və Fal Türkidir. Kitabın adı Mətal-i Səadət elmin haqqında olacaqdır. Nucum və Fal Türki haqqında olacaqdır. Bunun hər indi fehrist yazıb görək ki, neçə dənə fehrist yazıbdır. Neçə 3 dənə hər sətirli vardı və burada 5 dənə, 15 dənə burdadır. Burada 3 və burada 6-dır. 18, 15, 18, 33, bu da 18, 50 oldu ehtimal verirəm. İndi bunları əlbəttə hesab etmək olar, amma beləsi gedək. Beləsi deyək. 1, 2, 3, 4. 4 dənə 18-i burada hesablasaq, bunu çalma elərik, rahat olduq. 18, bunu çalsaq 4-ə, 4 dəfə 72 dənə bunun şeyi var, başlığı var fehristində. Sonra gəlirik, kitabın adını yazıbdır üstə. Mən bu kitabı görmüşəm, bəli. Mətal-i Səadət üstədir, ortada bir yazı var və onun altında və Yənab-ı Səadət kitabın adı Mətal-ü Səadə, əsl adı budur və Yənab-ül Səyadət. Tamam. İndi bunun orta yazısını, əlbəttə buna baxaq, biraz sürətlə gedəcəm. Bu kitabı üçün qabaqcan görmüşük biz. Bizə də bunu kiçikliyim səfiyyə yerləşsin. Burada fehrist qutalır, amma fehrist hələ kitaba girməyibdir. Kitaba girəndə görürük ki, bir gözəl şeyi var. Dörəsində çarçıvə çəkiblər. Çarçıvələr çox bunu yekəndərində baxarıq. Enli bir çarçıvəsi vardı. Neçə dənə xətt ilə çəkilibdi. 1, 2, 3. Yəni burada indi mühəndisliyin hünəri, o üstün hünəri və zərafətini burada tutublar. Xəttlər mikrometrlə bir-birindən aralıdır. Yəni insan başının tükü ondan çox yoğundur. Bəlkə 100 qat yoğundur. O qədər bir-birinə xəttlər yaxın, amma bir-birinə dəymirlər. Və zərafətlə, çox zərafətlə neçə yüz il bundan qabaq çəkilibdir. Onun üçün 1, 2, 3, 4, 5, ondan sonra əgər o zeytuni də hesab olsa 6, ondan sonra qızıl və yəni çoxdur, saya bilmirəm. Hər halda 5-6 rənginə və fasilələrlə bir-birinə az çox bu səfiyyə çəkiblər. Gözəl bir Osmanlı dövlətinin dövrəsində rəy olan Kitab-ı Mətal-i Səadət yerinə təzəşdən buradan adını yazıblar. Üstünə bir gözəl, çox abı rənginin, həm də çox işıqlı abı rəngilə, yəni çox xoş bir abı rəngilə bunu rəhləyiblər. Qızılına və şeylə ehtimal Mətal-i Səadət bir ayrı rənginin olmuş olubdur. Bilmirəm nə rəhdir o. Kitab elə bil ki, bu dalda nəqqaşı mən keçən seri deyirdim, ehtimalən bu nəqqaş olacaq. Çünki əgər istirdim deyəm ki, bunun üstünə bir şey çəkiblər. Nə idi oxuyurduq kitablara? Ahar. Ahar çəkiblər, ahar tökülübdür. Yox, amma ahar olsaydı kitabın mətnində də olardı. Yəni, indi bu kitabın mətnində görürük ki, yazının dövrəsində ahar olsa da tökülməyib. Amma nədən qıraqda tökülər nəqş olar? Onun üçün nəqşə deyil. Nəqqaşı da çəkiblər. Hər virgülün yerinə gül çəkiblər və için rəhləyiblər. Ehtimalən o da qızıldır, rəngi olacaqdır. Ehtimalən o birisi səhifələrdə də bunu görürük. Bu kitabı qabaqcan görmüşük kamilən. Bunu biraz kiçil eləyim, sürətlə gedək. Burada biz indi şeyləri görürük. Ehtimalən yazarın özünü görürük. Bu fikrim qabaqcan bunları oxuduğum üçün ötür bir şey. Xətti də çox gözəldir. Burada gəlir təqsimi dərəcati burci həməl.
İndi burada borc həməl haqqında danışır və onun haqqında bir miniatür, o birisi Sour haqqında bir miniatür və görürük. Yəni bunlar fal haqqındadır və biz bu kitabı öncədən görmüşük. Çox cəlib bir kitabdır. Bunlar ehtimalən fala baxmaq məsələsidir. Burada da o kəvakib səb'ənin hər birinə nə məqulə kimsənələr. Burada da hər kəsin iş yerinə olar, onu gətirib burada qoyublar. Yəni bir çox miniatürdür. Əslində burada neçə dənə miniatür var bu səhifədə? 4 və 1, 2, 3, 4, 7. Hər səhifədə buradan bu üzə bu iki səhifədə 28 miniatür görürük. Bu birisi səhifədə 4 dənə miniatür görürük, 4 dənə. O birisi bu kitabı bir dəfə mərifə eləmişəm. Orada demişəm ki, bu kitabın neçə yüz dənə miniatürü nəqqaşisi var. Yəni çox əcib bir nəqqaşi mədəni kimi bir şeydir. Burada mənazil qəmər surətləri, qəmərin surətləri və əmali. Burada da hər ay üçün 1, 2, 1, 2, 3, 4, 5, 6, 7, 14 dənə nədən isə burada da bunları görürük. Burada da cədvəlləri görürük. Çox bunun əcib cədvəlləri var və bu səhifə boşdur. 76-cı səhifə, 77-ci səhifə. 76-cı səhifə boşdur, 77 yenə doludur və cədvəllər çox əcib, qərib cədvəllərdən ibarət olan bir kitabla çox tənəvvülü bir kitab. Bugünkü insanlar çapxanada çap edirik. Kitablarda hünər, incəsənət yoxdur. Kitablarda fəqət pul almaq var. Çox bu 286 səhifə bir kitabdır. Hər PDF-də də hər səhifəsinə bir səhifə görürük. Yəni fərqlidir. Çox dairələr, çox tənəvvü var. Yəni əslində kitab qədim yazanda fəqət yazı deyil, bəlkə hünər, sənət, neçə dənə şey bir-birinə qarışırdı, bir kitab yazılırdı. Mühəndislik, o hünərlər ki, bayaq kitabda oxuduq, onlar əl-ələ verirdilər. Neçə hünər qatışırdı, neçə hünərmənd gəlirdilər, otururlar bir kitabı bəzirdilər, hazırlayırdılar. Təəssüflə indi kitablar düzdür, o qiymət azalıbdır, əşya insanlar oxurlar, amma kitab bazar üçün yazılır. Mən yadıma gəlir, Kanadaya gələndə istirdim bir televizyon kanalı açam. Çox çalışdım. Bunu aşmaq üçün çoxlu mütaliəcat elədim. Onda da dostlarım deyirlər, mənlə işlə, o deyirdi, hərə bir işi öyrətmək işləyirdi. Sağ olsunlar. İndi görürəm ki, düz onlar görürmüşlər ki, əli boş insan bir iş görə bilməz. Amma mən çalışırdım ki, bir televizyon kanalı açım. Çoxlu nə bilim mahvari ilə filanla, o satellite ilə zadla, onların çapları ilə yazılaşırdım filan. Baxman görüm ki, nə cür edə bilərəm, bir kanal açım. Televizyon kanalı düşünürdüm. O zamanlar bu şeylərin içində bir çox kitab aldım. Baha kitablar alıram. Kitab yazıbdır ki, məsələn, bu sizlər öyrədir ki, nə cür radio televizyonu açın. Mən də deyirəm, bunların təcrübələri çoxdur. Bir dənə radio televizyonu nə cür qurmağı öyrədir. Burada alıram, görürüm 40 səhifə, 30 səhifəlik bir kitabla, amma məsələn 20 dollar, 30 dollar pul vermişəm, səhifəsi düşür 1 dollara. Oxuram, içində görürüm bir şey yoxdur. Yəni külliyyatdan sonraki internet dolu dolardan heç nə yoxdur onda. Sonralar ya bildim ki, yox, bunlar əslində insanların bir şeyə həvəsi olar. O həvəsi söndürmək üçün, o həvəsdən pul qazanmaq üçün nə cür biz şey eləyək, onu düşünüblər, kitab yazıblar. Qədim bu cür deyildi. Qədim kitabı yazırdılar ki, insanlar ondan ya işə girsinlər, işləsinlər, ya ondan mərisliklərin şəfa versinlər, ya ondan vaqəən bir şey öyrəsinlər, yaşasınlar. Amma bu zaman indi o cür deyil. İnsanlar fəqət təfrih, necə məsələn radio, televizyon bundan ötürü deyil ki, bizə bir şey öyrədər. O bundan ötürüdür ki, onlar pul qazanırlar. Onlar pul qazanmaq üçün biz o televizyonun qarşısında oturmalıyıq. Onlara baxmalıyıq, onlar pul qazanırlar. Hamısı bundan ötürüdür. Pul qazanmaqdan ötürü. Yoxsa ayrı bir şey deyil.
onun üçün hünər yoxdur, incəsənət yoxdur bunlarda. Məsələn, mən bəzən vaqiət budur ki, Türkiyənin bəzi seriallarına baxaram, sevərəm. Məsələn, bu son zamanlarda bir diziyə baxırdım. Adı nə idi onun? Qanunsuz fikir edirəm. Qanunsuz belə bir şeydir. Məsələn, burada bir kənd uşağını göstərir ki, mədəndə çalışırlar və mədənin o çətin işlərini göstərir. Məşhur oyuncular burada oynayırlar bu filmi. Və o kənd uşaqları o kənddə mədəndə işləyirlər. Mədəndə bir müşkül gəlir və onlar ölümə məhkum olmağa mədən sahibi tərəfindən məhkum olurlar. 1-2 nəfər, 8 nəfər, 2 nəfər ölür və mədən sahibinin orada bir çox da rabitələri göstərir. Çox gözəl bir, amma orada bir üsyanı göstərir. Mən əslində təəccüb elədim. Necə Türkiyədə icazə veriblər belə bir film düzəlsin. Qorxurdum əslində ki, bu çox işçiləri gücün əleyhinə, sahiblərin əleyhinə, dövlətin əleyhinə hətta üsyana başladırdı. Çox ciddi, amma yəni o mədənin vaqəən təsvirləri, o şey ki, o mədəndə göstərirdi, mədənin içində, yəni o ciddən bir hünər idi. Yəni amma ondan sonra qalanı görürsünüz ki, əgər birdən tamaşaçısı az olsa, serial qət olur. Çünki tamaşaçıdan ötürü düzəldirlər. Tamaşaçı ona baxsın, onlar agəhi alsınlar, reklam alsınlar, o reklamlardan pul qazansınlar. Onlar da yaşasınlar, biz də burada televizyonun qarşısında uzanaq, vaxtımızı hədər edək. Yəni bu bir vaqiətdir. Bizə bir şey öyrətmək üçün deyil. Biz o televizyonlardan heç nə öyrənmərik. İlla məsələn mümkün oğurluq öyrənək, nə bilim adam öldürmək öyrənək. Məsələn bu son zamanlarda Türkiyədə 2 dənə uşaq, 2 dənə mədrəsədə falan tüfənglə adam öldürdülər. Və bu bir məsələ oldu. 2-3 həftədə televizyonlar da o dizilərin yaymadılar. Çünki bir dənə mərkəz vardı, dedi biz axtarırıq ki, bunların bu dizilərin nə qədər təsiri var bu uşaqların üstünə, gedirlər adam öldürürlər. Belə bir ciddi bir məsələ. Yəni istəyirəm deyəm ki, hünər üçün deyil, oradan bəzi şeylər öyrənilər. Məvad müxəddir üçün məsələn İranda hey video düzəldərlər, amma insanlar çox çəkərlər. Çünki təkcə bir şey də ki, dünyada və İranda özəlliklə sabitdir. Tamam qiymətlər dəyişiblər, yuxarıya gedib, neçə qat yuxarıya gedibdi. Dolar məsələn keçən 20 ildə İranda bəlkə 1000 qat yuxarı gedibdi. Bəlkə çox, bəlkə çox. 2000 qat, 3000 qat, 5000 qat. Bilmirəm ki, indi 150-60 min, 70 min, 200 minə yaxın bir dolardan danışırıq. Yəni mən indi bir aydır baxmamışam görüm ki, neçədir dolar və vaqəən 200 mindən danışırıq. Yəni əgər mən o zaman olanda 1000 tümən idi, dolar 1000 tümən olsaydı, indi məsələn 200 min tümən deyir. 200 min bərabər 200 min deyirik da, min demirik ki. 200 min tümən, 200 min bərabər gedib yuxarıya məsələn. 200 bərabər, 200 qat olubdu. 1000 tümən olsaydı, indi olsa 200 min tümən, olar 200 qat gedib üstə. Amma sən o müxəddirə maddələri ya qanunsuz maddələri qiyməti biraz da gəlib aşağıya. Bazarı o qədər. Eyni halda məsrəf edən də çoxalıbdır. Bu da çox bir əcib bir işdir. Nədən dövlət o qanunla işləyənlər saxlaya bilmirlər qiymətləri, amma qanunsuz işləyənlər qiyməti saxlayırlar. Kitabın hər halda o istədiyim ki, incəsənətinə baxırıq. Burada vaqəən oturublar çox üzr istəyirəm. Nəqqaşilər, məhşər bir işlər görüblər bu kitabın üzündə və bu nəqqaşilər, rəhlər, düşüncə ki onun arxasında vardı. Qur'e-i Cəfəriyyə və buradan da bu üzə indi bir şeylər nədir bunlar, nə mənə anlamına gəlir, mən təəssüflə bunları bilmirəm. Bu kitabı qabaqcan gördüyümüz üçün deyirəm, biraz sürətlə gedək ki, bu qutaraq, bundan sonra başqa bir kitaba keçək. Çox önəmli kitabdır əlbəttə. Mən söz vermişdim bu kitabı dostların birinə də verim. O sözdən bir gün sonra
İranda savaş düşübdü və internet kəsilibdi və mən bu kitabı o dostumuza göndərəməmişəm. Bu bir şey oldu mənim üçün. Bu kitabı o bir saxlayan bir yerdə o dostumuza göndərim. O dostumuz bu işlərdə məşğuldur. Allah səlamət eləsin dostumuzu, amma indi olar 4-5 aydır heç vətəndən xəbərim yoxdur, dostlarımdan da əsla xəbərim yoxdur. Kitabın əvvəlində bir tarix yazmışdı. Burada da tarixi yazdı. Mən bu tarixi axtarırdım ki, bunu yazım. Bu kitabın tarixi Kitabət 990-ı özü yazıbdı. Yəni mən bunu heç o üzə getməli deyiləm. Tarixi به حمد الله که بو زیبا مصنف قرین oldu tamamə buldu payan şəhi aləm pənahün himmətidir ki buldu bu risalə böyle ünvan əgərçə surət-a tərtibimizdir zahirdə vəli mə'nidə şahündür bu divan onun üçündür ki tarix Suudi dedi hər kəs kitab şah dövran kitab şah dövran bu əbcəd üzünə 990 deyir ki tarix kitab şah Dəvran yazıb əlbəttə Dəvran olur 990 Hicri qəməri. Kitabın tarixi belə bir şeylə o zaman yazılıb. Yəni neçə il bundan qabaq bayaqki kitabımız biraz fərqli yazılmışdı. İndi 1447-ci ildir. Yox, bundan çıxsaq 992 bu kitab yazılıb qutarıbdı. 457 il öncə bu kitab yazılıbdı. 457 il öncə bu kitab yazılıb. Tamam. Bunu da buradan çıxartdıq. İndi bunun tarixi digər, yenə də burada tarixlərini yazıb. Yəni 990 bitmiş 2 elm oldu bu. Deyə belə bir yenə burada bir şeir yazıbdı şeirin sonunda. Çün bu üslub üzərə itmamin Suudi gördülər. Ehtimalən bu Suudi yazanın adı olacaqdı. Dedilər tarixi 72 elm oldu bu. Bu 72 elm oldu bu 990-a qarşı çıxır. Padişahı üçün ilahi budur rəsindən murad, dövləti şökəti ömrünü eylə ziyad. Burada da padişah üçün bir dövlət, hangi dövlət murad, hangi muraddır, onu bir şey eləyibdir. Bu Əbd-i Həqir, özünü də tanıtdırsın burada. Bu Əbd-i Həqir Salik-i Rahi Məsudi. Salik-i Rah Məsudi, adı Məsudidir. Özdə ya da ki, yazar şimdi, qoy bunu yazaq, yazar şimdi Seyyid Məhəmməd ibn Əmir Həsən Əs-Suudi. Dedik ki, o olacaqdı. İhtimaləm cür Seyyid Məhəmməd ibn Əmir Həsən Əl-Suudi. İhtimalən bu Səudilər ki var bu günlər Ərəbistanda, onlardan olacaqdı. Bir də bunu başlayaq, əvvəldən oxuyaq. Bu Əbd-i Həqiri Salik-i Rahi Məsudi Seyyid Məhəmməd ibn Əmir Həsən Əs-Suudi müddəti mədid və əhd-i bəid təhsil ulum-i şər'iyyə və təkmil kəmalat əsliyə-i fər'iyyə edib sabiqən müfti-i İslam olan Mevlana Əbüs-Suud Əfəndi xidmətinə yetişib neçə il təfsir-i şərif oxuyub bə'dəhu anlərdən mülazim olub təriq-i müqtəzasıncə neçə mədaris təsərrüf edib hala 50 aqça ilə diqqət buyurun 50 aqça alır gündə. Bunu qabaqcan bir dəfə deyirəm, bunu hesablamışıq ki, gündə nə qədər olar və bugünkü pulundan neçə milyon olar İran pulu. 50 aqça ilə səmaniyə mədrəsəsi olub, səmaniyə müdərrisi olub. Müəllimdir orada mədrəsədə, gündə 50 aqçaya. 50 aqça ilə səmaniyə müdərrisi olub, dəvam dövlət padişahiyə məşğulüz. Lakin məlum ola ki, bu halat və heysiyyat dəcüldür. İlla Həzrəti sahibi qıran və xəlifi zamanın iksir nəzər inayətləri təsiridir ki, ibtidai əmrimizdən
bu anə gəlincə xassəyi xidmətləri səadəti ilə müstəsəd və müşərrəf olub. Cənab-ı səadətlərinin məxsus duaciləri və bəndələri olmağı izzət və səadət bilib. Bu heysi ilə ələm-i iftixarımız avci asimanə peyvəstə olmuşdur. Padişah həmçün ilahi budurur səndən murad, dövlətini, şökətini, ömrünü eyləyə ziyad. Belə bir şeirinə də burada yazıb qurtarıbdır. Əlbəttə burada gedim tarixi qoyubdur, bir ayrı tarix yazıb, biz onu gördük, daha ehtiyacı yoxdur. Qeydaq kitabın əvvəlindən görək ki, bu kitabın əvvəlində o xanımın adını deyir ya yox. Bunlara istəmirəm baxam. Burada indi fikirəm burada deyəcək Mətali Üstədə. Rəsmi xəzani sahib-ü səadə və l-iqbal və malikəti əl-izzü vəl-cəlal, dərre-i tac şahi, qırre-i cibhə-i padişahi, nوباوه باغ عزت و رفعت، ثمره شجره خلافت، نهال گلزار سلطنت، سرو بوستان ایالت، زینت خاندان آل عثمانی، زیور دودمان جهانبانی، ملکه معظم خانوما yazır. ملکه معظم مخدومه مفخمه، ملکه معظمه مخدومه مفخمه، نسل پاکیزه آل عثمان حضرت فاطمه سلطان. Kimə yazıb? Bunu dedik ki, Fatimə Sultan Həzrətləri kimə yazılıbdır? Fatimə Sultan xəlladullah Teala dövlətəha və əbbədə izzətəha və səadətəha ilə yevmil qiyam be hürmətin nəbiyyə aleyhissalatu vesselam. Amin ya Rabbil alemin. Beyt. بخت بادت همنشین و سعد بادت همگرین، ömr بادت بر دوام و عز و dövlət همچنین. Burada Fatimə Sultan haqqında, yəni onun əmri ilə bu kitab yazılıbdır. İndi burada əvvəlində şimdi fikirlərim ki, biraz olacaqdır, onu da oxuyaq. Mən istəyirəm o sultanı bir də bilək ki, bu hansı sultandır. Bismillahirrahmanirrahim kitabın adını gördük, o şeyi gördük, Mətali Üstədə. Hamd و سپاس بی قیاس الخالق الجن و الناس که جمله موجودات ایجاد و ابداع و dükli kainatı inşa və burada vəd olacaqdır, amma bu vəd nə deməkdir bilmirəm. Və dükli və dünli, ha, cunacun, cürbəcür və dünli, donlu kimi və dünli dökül yazılır da, çiyafına yazılır nun, buna nə deyirlər, burada burunda olan. Və dünli kainatı inşa və ixtira edib təbəqat səmavat və əcram aliyat, rəf'i və məratib ərzeyni tərtib rəseyn üzrə vəz edib müönət muavinət, yar kömək almaq və müönət zəhmət və təəb subatinət cebal şamixati səbəb edib ani dəxi mənbəy ənhar və uyun sailat و منشآت میاه جاریات اتمشله درون خاک سیاهدن انواع اشجار و گیاه پیدا اتمشترچی هر بری شکوفه ای بوگلمون و اسماری جوناجون مظهر و neçə فواید və mənafə məstərdir. Mən istəyirdim görüm ki, şahın haqqında, amma belə ki, gedir, bu sözü uzunladacaqdır. Burada hələ yetişir, üçüncü səhifədə yetişir Həzrəti Muhammed sallallahu aleyhi və səlləmin haqqında bir şey deyir və əmma bəd əshab-ı mərifə, görək buradan bizə bəlkə bir şey deyər. İstəyirəm görüm padişahın da adını alsaq da qeydaq bir də. Əlbəttə bu şeydən Cimnaya qeysaq, fikirəm Cimnayda soruşmuşdum. Burada bir axtarışı var, axtarışında yazsaq Fatimə Sultan gələr. Ya hətta kitabın adını yazsaq. Ya kitabın adı nə idi? Mətali-üs-səadət. Kitab-ı Şah-ı Doran Əbcəd Hesabı
Şahidoran idi burada adı. Harda yazmışdı. Bəli, Kitab-ı Şahidoran əbcəd hesabı. Burada olacaqdı. Bunu burada görmüşdük. Belə bir şey yazmış. 990 burada belə bir hesablar çıxartmışdı. 9-cu Hicri ilində 21 min akçe iyilik. Aha, bu adamın hesabı şeyini hesaplamışdıq. Suudi, bəli, bu da Suudi. Bu adamın nə qədər gəliri var, onu hesaplamışdıq ki, nə qədər olar. Aylıq 1740 akçe elər, illik elər 21 min akçe ki, bunu dolara çevirdik ki, dolar valyusu nə qədər olar, qızıl nə qədər olar illik hesabladıq. Bunu bugünkü qiymət ilə qızılın qramı 90 dolar hesablanıb onda gəlirdi olurdu 108.675 dolarlıq qızıl olurdu. Əslində alım gücü o zaman nə qədər idi? 20 bin akçe ilə deyir ki, hətta əgər səhv eləmirəm buna çıxartdıq ki, meyar 990 hicri dəyəri 1 kilo 200 qram alırmış ildə və məişət, ərzaq və məişət 70 min ədəd çörək ala bilərmiş ondan. İndi deyir ki, 150 min dolar elər. 1 kilo elir 110 min dolar. Ya ictimai məqamı 450 min dolar bugünkü bir dənə məmurun hüququdur Amerikada. Yəni o pulu çevirsək. Bu kitabın əgər qeysaq özünün haqqında aldığımız şeyi burada bunu mühasibə eləmişdi. Görək ki, Fatimə Sultanı soruşmamışıq, bəllidir. Əcəba Mətalib Sayə və Sənabələri kitabı və yazarı haqqında bilgilər toplaya bilər misin? Bəli, beləsi yazıb ki, müəllif Məhəmməd ibn Əmir Həsən Əs-Suudi onun adını yazıb burada. Əcəba bunu kitabında bir əksin qoyub, ya da mən qoymuşam bunu. Bəli, ehtimalən onu mən qoymuşam. Belə bir kitab. Bunu yəni əlbəttə tarixi də bəlkə burada olar. Hangi tarixdə biz bunu görmüşük? Bunun üstündə işləmişik. Onu mühasibə eləmək olar. Hər halda Fatma Sultan yazsaq nə cür gələr? Burada biz gedək burada təzəşdən Fatimə Sultan. Əcəba mən bu Fatimə Sultanı düz yazıram ya yox? Yəni ilə bura etməliyik. Fatimə Sultan rəhmətlik zamanında hangi Osmanlı xəlifəsi hakim idi. Görək ki, o zamanda bunu da gətirirdi. Fatimə Sultan rəhmətlik özünün uzun ömrü sürmüş və həyatında 4 Osmanlı xəlifə və sultanın 4-ünü görmüşdür. O, Sultan Murad Salisin hakimiyyəti yəni 982-dən ta 1003-əcən özəl olaraq Səfiyyə Sultan olan qızıdır. Pəs Sultan 2-ci Sultan Muradın qızıdır. Səudi Həzrətlərinin özəl olaraq Fatimə Sultan üçün hazırladığı Mətalib-ü Sadə əsərinin təqdim olunduğu və Şahzadə xanımın yaşadığı dövrlərdə bu Osmanlı sultanları, xəlifələri hakimiyyət edirdi. Kimlər? 3-cü Sultan Murad, atası, yəni bu, əlbəttə üstə dedi ki, Sultan 2-ci. Ha, bu orada soruşdu, tamam. Dedi ki, Sultan Murad Salisin qızıymış.
Pəs Sultan Murad Salisin atası. Kitab 990 Hicri ilində onun dövründə yazılıb və qızına hədiyyə edilib. Pəs atası Sultan Murad zamanında yazılıbdır. 3-cü Sultan Murad. Sonra Sultan Məhəmməd Salis qardaşı iş üstə çıxıbdı 1003-dən ta 1012-yə can, yəni 9 il hakimiyyət edib. Sultan Əhməd Əvvəl qardaşoğlu çıxıbdı. O da 1012-dən 26-ya can, yəni 14 il hökumət edibdi. Sultan Mustafa Əvvəl və Sultan Osman Sani. Yəni ehtimalən həman şey olacaq. Fatimə Sultanın ömrünün son illərinə təsadüf edir. Tamam, bəs ehtimalən bu atası dövründə yazılıbdır bu kitab. Sultan Murad Salis haqqında bir məlumat istəyək. Bunu da görək. Görək ki, Sultan Murad haqda bilgilər verər misin yazdıq. Sultan Murad 982 ilə 1003 illər arası iş üstə olubdu, xəlifə olubdu. Sultan Murad Salis Osmanlı İmparatorluğunun 12-ci sultanı və 93-cü İslam xəlifəsidir. O, Sultan Səlim Sani'nin, Səlim Salis deyil, ikinci Səlim və məşhur Nurbanu Sultan oğludur. Onun dövrü Osmanlı tarixində həm böyük fətihlərin, həm də maddi və mənəvi mədəniyyətin üz çevirişi dövrü sayılır. Elmi və ədəbi hünəri şəxsiyyəti, Murad təxəllüsü. Sultan Murad Salis Osmanlı padişahları içində sirvəti, kitaba olan marağı və sənətkarlığı ilə seçilən ən böyük saray himayəçilərindəndir. Şairliyi, o Muradi təxəllüsü ilə həm türkcə, həm ərəbcə, həm də farsca divan yazmış ədib bir sultandır. Şeirlərində irfani və mənəvi atmosfer çoxdur. Çox güclüdür. Bunun kitabını soruşaq, görək, gətirsin, görək bunun harda o divanı biz görək. Kitab və miniatür marağı. Saray nəqqaşxanasını Əhl-i Hirəf, adına Əhl-i Hirəf deyirmişlər. Ən çox dəstəkleyen padişahdır. Sizin qeyd etdiyiniz Məhəmməd Suudinin Mətal-ü Səadə əsəri və məşhur Sürname-i Humayun Şahzadələrin sünnət toyut katalogu onun əmrindən və zövqundan dünyaya gəlmişdir. O, dünyanın üzərindən nadir əlyazmaları toplayıb saray kitabxanasına gətirərdi. Siyasi və hərbi dövr. Onun 21 illik hakimiyyəti dövründə Osmanlı torpaqları özünün ən geniş sərhədləşməsinə çatdı. Səfəvi-Osmanlı savaşları, Səfəvi dövləti ilə uzun sürən savaşlar etdi və yenə burada niyə şeycə yazıbdı, 1590-cı ildə, üstə demişdi bu neçinci ildə, neçə ilə, 95-də ölübdür da, 1595-də Allahın rəhmətinə gelibdir. 1900, yəni olur 1003, İslamda 1003 ilində bağlanan Fərhad Paşa müqaviləsi İstanbul sülhü ilə Azərbaycan, Gəncə, Qarabağ, Gürcüstan, Dağıstan, Osmanlı ərazisinə qatıldı. Heç mən bunu bilmirdim. Bunu oxuyaq. Bu talibdir, bunu axtarım tapın. Tamam, bunu buradan götürək. Bu dövrdə Osmanlı İmparatorluğu şərqidə ən geniş sərhəddinə çatmışdı. Qərb cibhə Otriş, Hamburg ilə uzun savaşların əsası qoyuldu. Təqva və irfana meyilli. Sultan Murad təsəvvüfə çox bağlı bir şəxsiyyət idi. O, Xəlvətiyyə təriqinin Sinaniyyə qoluna mənsub olan məşhur Şeyx Şücai Müslihiddin həzrətlərinə mürid olub. Allah Allah, şah edib mürid olub. Ona ciddi hürmət bəsləyərdi. Gecələr yuxuda gördüyü rüyaları yazıb şəxsinə göndərərdi, şeyxinə göndərərdi. Burada nə oldu? Bizim bu telefonumuza bir virus yenə gəldi. Bu qabaqcan yox idi, amma yenə gəldi. Tamam. Şeyxinə göndərərdi ki, bu məktublar sonradan Kitab-ı Əl-Mənamat, yəni yuxular,
Kitabı, bu kitab sonra kitabı Əl-Mənamat, Yuxular kitabı adı ilə bir yerə toplanmışdır və dövrün psixoloji irfani durumunu göstərən nadir nüsxələrdəndir. Çox gözəldir. Bunu da almaq lazımdır. Adam Allah bunu da oxuya. Görə ki bu nədir? Bu da bir kitabdır. Tamam, bunu qoyaq bura. Yazaq ki ildə məhəb müqaviləsi Fərhad Paşa müqaviləsi İstanbul Azərbaycan Cənubi Əcəba bu sülh müqaviləsinin mətnin bula bilər misin? Bunu verək, burada axtarsın bunu. Biz gedək yazımızı oxuyaq. Sonra o kitabı da axtaraq tapaq. Yəni o kitabın tapması özü çox mühümdür. Ki şahın yuxularını göstərir. Kitabı tamam. Dövrün böyük simavları nə deməkdir bilmirəm. Onun dövrü Osmanlı mədəniyyətinin zirvədə olduğu zamandır. Bu çağda yaşayan böyük şəxsiyyətlər kimlərdir? Memar Sinan, məşhur memar özünün ustadlıq əsərlərindən olan Muradiyyə müctəməini Manisada Sultan Murad üçün tikdi. Hacı Səədeddin Əfəndi məşhur tarixçi və sultanın mürəbbisidir. Təqiyyəddin Rasid İstanbulda məşhur İstanbul Rəsədxanasını Sultan Muradın əmri ilə qurdu, lakin sonradan siyasi dini baxışlar üzündən bağlandı. Vəfatı Sultan Murad Salis 1300 Hicridə ilində, yəni 1595-də vəfat etdi və Əyasufiyyə müctəməində özəl türbəsində dəfn olundu. Bu böyük sultanın əlyazma dünyasına və xandanın bəslədiyi tamam, bunu ölçəcək. Bu kitab soruşmuşduq. Yazır ki, Peyman-ı Sülh-i Fərhad Paşa ya həman Əhdname-i 1590 İstanbul. Niyə bunu farsça yazdı gənə? Bununla belə ki, buna şey vermişəm ki, burada yazın bunu edit eləyim. Qərar vermişdik ki, hər zaman Türkçə yazıb tüm tarixləri də Hicri ilə mənim üçün yazasınız. Beləsə, tamam, bu da qoyaq qalsın. Uzatmayaq, onu düzəlsin. Fərhad Paşa müqaviləsi İstanbul sülhü 998 Hicri ilinin Cəmadül-Əvvəl ayında Səfəvi dövləti ilə Osmanlı İmparatorluğu arasında bağlanan çox mühüm bir tarixi sənəddir. Bu tarixi müqavilənin rəsmi və əsl mətni o dövrün diplomasi dilində, yəni fars dilində tənzim olunmuşdur və Osmanlı sarayının münşəat dəftərlərində Fəridun bəyin Münşəatü Səlatin əsəri kimi rəsmi məcmuələrdə qorunub saxlanılır. Fəridun bəyin Münşəatü Səlatin. Sənədin əsl məktub mətni uzun əhdnamələrdən ibarət olsa da, onun əsas bəndiləri və rəsmi manifesti belədir. Müqavilənin əsas bəndiləri, məzmunu. Kaş kitabın özünün üzündən oxuyaq. Mən bundan kitabı istədim. O müqavilənin əslin mənim üçün bular mısın? Görək ki, onu tapa bilər. Bu yaxud olar ki, onun əslini tapsın. Bu müqavilənin Fərhad Paşa müqaviləsi tamam. Bunu oxuyaq.
Fərhad Paşa müqaviləsinin 998-ci hicri il əsl mətni o dövrün Şah Abbas Səfəvinin divanı tərəfindən fars dilində yazılmış və rəsmi sülh əhdnaməsi olaraq Osmanlı sarayının baş katibinə təqdim olunmuşdur. Bu nadir arşiv sənəd Osmanlı diplomasiyası tarixində Şah Abbas əhdnaməsi adı ilə də tanınır. Bu tarixi sənədin arşivlərdə qorunan orijinal məktubunun giriş və əsas rəsmi mətni eynən belədir. Mətnin özünü istəyirəm mən. Bu sənəd harda? Bu müqavilənin tekst və məktubatı Osmanlı dövründə Firidun bəyin məşhur Münşəat-ı Səlatin kitabında 9-cu və 10-cu hicri əsrlərin rəsmi diplomatik məktublar məcmuəsi eynən qorunub və bu gündə İstanbulun Başbaxanlıq Osmanlı arşivində BOA mövcuddur. Sənədin bu BOA-yə link verər misin? Bunun linkin verər misin? Görək ki, bunun linkin verir. İstanbul Başbaxanlıq Osmanlı arşivinin beləsi yazır. BOA Cumhurbaşkanlığı Dövlət Arşivləri Başkanlığı sənədlərini rədifləmək və araşdırmaq üçün rəsmi kataloq sistemi mövcuddur. Siz bu mənbəyi onlayn araşdırmaq üçün aşağıdakı rəsmi bağlantılardan istifadə edə bilərsiniz. Rəsmi sayt və arşiv bəlgələri belirleme sistemi. Tamam, bu açılsın. Belge axtarış bağlantısı katalog iskan etmək üçün. Tədqiqat üçün nöqtə. Fərhad Paşa müqaviləsi kimi qədimi sənədlər 998 hicri arşiv ehtimalən dəftərlərində özel olaraq MU əhdat nə mənə bu deməkdir? MHD dəftərləri və ya düvəli əcnəbiyyə dəftərləri kateqoriyasında qeyd olunmuşdur. Siz yuxarıdakı kataloq sistemində Şah Abbas əhdnaməsi və ya Fərhad Paşa əhd kəlmələrini axtarmaqla sənədin orijinal surətlərinə və özəl qeyd nömrələrinə çata bilərsiniz. Tamam, burada dedi ki, axtarmacı. Bu axtarmada ay gətirməyib, bu niyə gətiribdir? Dövlət Arşivləri Başkanlığı. Burada da TC cümləyi istiraxı. Mən bunu nə cür eləyim? Pasaport nömrəsi, password, dövlət girişi, parolarınız mı unuttunuz? Forget your password. Aktivasyon kodu. Tamam, belə bir şey. Bura getdi. Bura görək. Burada nə var? Ayda, bu haraydı? Əlimizi vurduq. Bura açıldı. Amma açılmağının da zərəli olmaz inşallah. Uluslararası Arşiv və Arşivçilik Sempozyumu bu şeydə 26-cı ildə başlanacaqdı. Kasım ayının 6-sı november ayında, yəni başlayacaqdı 6 ilə 8-ci arasında. Bu o deməkdir. Sayfa, ana sayfa, haqqımızda xəbərlər, yayınlar, eğitim. Eğitimi də var, cəlibdir. Eğitim, Bilgi Bankası, iletişim, CİMAR. CİMAR nə deməkdir? Ehtimalən bir şeyin xülasəsi olacaqdır. Bəlgə tarama sistemi. Bu da bəlgə tarama sistemidir. Bunu əvvəl bunu vuraq, amma bu acətdə həman yerə. Bunu qeyd etdəliyəm. Bu eğitim haradaydı? Eğitim. Bu eğitimə baxışırıq. Burada nə öyrədir? Orta öğretim. Öğretim etkinlikləri, atölye çalışmaları, Hafıza-i Saltanat
dramatizmasyonu, tarih köşəsi, lisans və lisans üstü eğitim videoları. Bu cəlibdir, mən bunu oxuyaram. Genel eğitim materialları, hazine-i evraki daimi sərgisi. Bu da hazine sərgilər. Sərgilərdir, cəlibdir. Amma bu videoları cəlibdir mənim üçün. Onu vuraq burada açsın. Bu həzinəsi də var burada. Əsnadın sərgiləri varmış. Görək burada bizə bir şey gətirir. Çox gözəl bir şeydir. İnsafən gözəl nəqqaşiləri var. Yəni əksləri var. Nəqqaşi deməyək, bunlar nəqqaşi deyirlər. Bunu görək, görsədir. Dana görsədəcək ya yox, görsədir. Bu saxtımanıdır. O yerin mərkəzin saxtımanı olacaq. Ərəbcə burada adı var. Yəni türk ərəb əlifba ilə. Burada da hazine-i evraq daimi sərgisi. Bura nümayişgahmış əslində. Başkanlıq Osmanlı arşivi. Tamam, bura Osmanlı arşivinin başqının daimi sərgisi olan bir yerdir. Buranı gedib görməlidir. Yəni yol düşsə gedib görərik buranı. Burada bir kəlmə yazıbdır. Ehtimalən o bayaq gördüyümüzün adı ki dedim ərəbcədə orada yazıbdır, amma bu oxuya bilmirəm. Çox gözəl yazılıbdır. Mən oxuya bilmirəm. Mən bu xətləri oxuyum. Bura saxtımanın içidir. Bu da sənədləri şüşənin içində saxlayıblar. Çox cəlib bir əcəb yazılar var. Allah Allah. Vaqəən hünər əsəridir bunlar. Sənədləri burada dana qoyublar və kaş sənədlərin dana özündən əks salıblar. Salondan əks salıblar. Mən burada sənədin özündən də bir əks qoyubdur. Əcəba bunu yeçətmək ola bilərmi? Keş bu birisinə. Bunu niyə yeçətmir? Onları yeçəldir. Gəldi, yeçətdi. İnşallah oxunar. Oxunsa çox gözəl olar. Həyəcan tutdu məni. Amma o xətlərdən ki, mən oxumaqda çətinliyə düşərəm. Çünki bu çox belə o cür yazılıb. Nə cür deyim, xəttatlar bunu yazırlar. Döhtür xətti kimidir mənə. Mənə bunlar döhtür xəttidir. Oxuya bilmirəm. Çox yaxşı şey eləməyibdir bunu. Və burada Osmanlı dövlətinin bir medal görürük ki, nə cür qoyublar. Bax, burada yazıya. Gözəlliğə bax. Allah Allah. Bunu eləyə bilsək, qeysaq bu bir hissəfinə. Yəni burada imzalara baxın. Bunun üstündə bu Osmanlının imzalarına baxın. O şeyə çox əla və burada yazıların modelinə baxın siz. Sənədlər belə yazılırmış. Burada da aynı sənədlərdir. Yenə ehtimalən ayrı sənəddir albatta. Bu cürsü görsənir. Burada da Məkkə-i Müəzzəmənin ehtimalən əksidir. Nəqşə coğrafiyasıdır. Filan Bəhman, İslam dünyasının. Burada yenə də bir şeyə yetişirik. İstəyirəm bunu yekəldim. Qaçır. Cəlibdir. Onun ki, mən istəyirəm yekəldim. Orada qaçır. Bu da Bismillahi xeyrül əsma deyə onunla başlayır. Niyyəti zinəti unvani hər nami əgər oxuya bilsəm. Çox kiçikdir, burada görsənmir, amma vərəqini özü nəqqaşlayıblar. Qıraqdaşı nəqqaşilər keçkinlə, təzhibi keçkinlə yazının arxası, sətirlər arasını nəqqaşlayıblar. O qədər belə bir incə sənət dövlətini necə biz bu günləri, yəni Allahu Əkbər. Vaqəən görməli yerlərdən biri. Adam İstanbula gedirlər, adamlar fəqət şehid olanırlar. Burada bir sənəd qoyubdur. Görək bu sənəd oxuya biləcəyik.
Yox, yəni çox əla bir sənədlər. Çox əla, çox əla. Amma eğitimlər bu videolar çox cəlib olacaq bu eğitimləri, eğitim videoları hani burada videolar ha burdadır. Etkinliklər, orta öyrətim. Videolar, okey. Sərgi, atölye çalışmaları, hazine-i evrak-ı daimi sergileri, hafıza-i saltanat, arşiv akademi. Arşiv akademi. Nə cəlib bunlar ola adam gedə burada bunu oxuya yəni. Videolar görək ki, burada açılır ya yox. Mən bunun müştərisi oldum. Əgər bu o şey olsa, bu mərkəz olsa, bunun videoları olsa ki, yoxdur, mən görmürəm. Videolar açdıq, amma heç bir video mən burada görmürəm. Cəlibdir. Sərgini də gördük ki, bir şey baxdıq. Orada bir neçə dənə şəkil var idi. Onu gördük. Orta öyrətim. Orta öyrətim nəmənəsi var. Gəlsə bunlar yaxçılar, amma load edir. Hala bu. Bu orta öyrətim. Dövlət Arşivlər Başkanlığı. Etkinliklər. Ana səhifə öyrətim. Bunlar yazılıb, yaxılıbdır burada. Bunları şey qoyubdur. Kaş bunları arşivdən devlətə. Bu birincisidir. İkincisi mühimmə dəftərlərində duyuruldu ki, eşidildi ki, onlarda nə yazılıbdır? 3 padişahdan məktub var. O da o. 4-cüsü Cihan Pənah. 5-cisi Osmanlı kaleləri və şəhərcilik. Cəlibdir. Çox da konusu var. Bu 11 olacaq və 12. Cavab anahatarı. Cəlibdir. Bu səhifə qalsın. Bəlkə buradan bir şeylər tapıb indirə də bilərik. Yayınlar nə? Yayınlarında nələr var? Bu neydi? Sempozyumlar. Uluslararası arşiv və arşivçilik sempozyumu ki, bunu görmüşdük. Ondan işimiz yoxdur. Bu da axtarışdır. Bu da budur. Gəldik yenə bura. Biz istiyoruz burada bir kitap axtarıq, amma olmadı. Onun adı nə idi? Gedək bir də oradan o kitabı axtaraq. Burada bir şey yazmışdıq. Fərhad müqaviləsi sülhü. Bu sülhün mətnini necə tapa bilsək çox yaxşı olar. Təəssüflə bunu tapa bilmirəm. İndi gərək bunu adam axtara. Qalsın, keçək kitabımıza. Amma بعد yetişdi görək ki, Əshab-ı Məruf gərək bu bir yerdə gəliydi, padişahı da deyiydi. Ehtimalən mən bunu atlamışam bir yerdə, atdılmışam, geçmişəm. Həzrət Məhəmmədi burada dedi, tamam.
oxuyaq. Amma bəd əshab-ı mərifət və ərbab-ı bəsirətə xəfi olmaya ki, iradət əzəliyyə və inayət ləm yəzəliyyə küntü kənzən məxfiyyən fə əhbəbtu ən اعرف مقتضاسینce ki icad alem imkan ve ibda etvar kün fekanehu təallüq etmiştir. İki qism üzerine olmasına ferman qəza cereyan bulmuştur. Birisi alemi ülvidir ki alemi ecram aliyatıdır ve əksər. Bu tamam geçti kitabın içine. Yani burada o şahın dövrəsini yazmadı ama biz tapdıq da. Yani ona ihtiyacı yoxdur. Əlbəttə burada bir şey gördüm. Əcsam-ı fələkiyyat dedim və kitab yazıb da, amma deyil. Bu özünün burada nəqqaşısıdır. Xidmətkarları ilə bərabər oturub deyir, burada işdir. Bu o özünün o xidmətkarları ilə burada işlədiyini göstərir. Bunu qabaqdan görmüşük. Hər halda bu kitabı gördük. Neçə il bundan qabaq yazılıbdır? 456 il bundan öncə bu kitab yazılıbdır. 57 il. Görək ki, və üst-üstə təqribən qurtarmışıq, amma görüm əgər kiçik bir kitab olsa, Həlim Giray Külliyat. Bunu oxumuşuq. Həlim Girayı yenə də fikirlərim bu kitabları ki bu səfər indirmişik. Bunları qabaqdan oxumuşuq. Tikrara düşdük. Bunların bir çoxunu görmüşük qabaqdan. Həlim Giray kitabın cildidir, əksidir. Yəni bura Şirazə idi. Şirazənin əksinə baxırıq. Kitab çox işlənibdir və biraz köhnəlibdir. Qırağın çox gözəl bəzəyiblər. Bu kitab çox o məhşər kitablardan biridir. Cildin içinə baxırıq. Cildin içi o ehtimalən yaşıl bir ahar vurmuşmuşlar. O aharlar yavaş-yavaş gedibdir. Bu da cildin qapağını göstərir. Yəni cild 3 qismətdən ibarətdir. Hətta 4 qismətdir. Əvvəl cild, bu Şirazə, arxa cild və ağzı ki gəlir, bağlanır. O çox gözəl bir tərrahlıqla görsənir. Dedim ehtimalən bu bir ahardır. Ahar tökülübdür, yaşıl ahar. Burada bir yazı görürük. Harda saxlanır onu bilmirəm. Əhmədi. Burada adında bir möhür görürük. Bu möhrün əgər oxuya bilsək, Sami Əhmədi. Əhməd Sami. Əhməd Sami. Ya Sami Əhməd. Belə bir möhür görürük burada. Bunu biraz gördük. Kitabın içinə gəlirik. Dedik ki bu kitab ehtimalən əgər mən xatırımda olsa, bunu gərək xatırımıza müraciət edək. Bu kitab şeydə olubdu. Bugünkü Rusiya ilə savaşan yer, yəni də Ukrayna. Əgər səhv eləməsəm orada olacaqdı. Bu nəqqaşı və əlyazısı çox cəlibdir. Bu kitabı fikirəm görmüşəm, amma bununla belə bu kitabı sildak səhifəyə yerləşsin. Çox da uzun, boyu uzun bir kitab görürük. Kitabın əvvəlində gözəl bir təzhibi var. Bismillahirrahmanirrahim bir ayrı təzhibin içindədir. Altda yazıdır. Bunun dövrəsin çərçivəsi qızıldan və xətlər, çox dəqiq xətlər. Bu da eyni o qabaqda gördüyümüz kitab kimi çox hünərin tamamən mühəndislik hünər tüm hamısı burada durdu və ehtimalən qızılla bu kitabın çərçivəsi rəhlənibdir ki, bəzi yerdə o qızılın üstündəki indi nur düşüb o cür olubdur, rəh düşüb o cür. Nə olubdur onu bilmirəm, amma ehtimalən o cür bir şeylə qarşılaşırıq. Bu kitabı indi ikinci səhifəsinə keçirik. Çərçivə aynıdır, yazı, məhşər yazı. Niyə gözəldir? Çünki mən bunu oxuya bilirəm. Və ikinci səhifələrə bu cür baxırıq. Bu kitab 231 səhifədir. Hər PDF-in də hər bir səhifəsində bundan bir dənə görürük və şeirdən ibarətdir. Əvvəldə bir neçə səhifə şeydir, ondan sonra bir neçə səhifə 3 səhifəsi, 2 səhifə yarım düz yazıdır, yəni nəsrdir. Ondan sonra keçir şeirə və şeirlər davam edir. Şeirlər də kadrın içində, çərçivələrin içindədir və çərçivələr də çox diqqət ilə cızılmış
xətlərlə bunları bir-birindən ayırıbdır. Məsələn, burada şahların, Osmanlı şahlarının tarixin vəfatını ehtimalən öz dövründə yaşadığı şahın tarixini qoyubdur. Bu 15-ci səhifə yadımızda olsun. Qeydərik oradan kitabın tarixini çıxada bilirik. Mən bu Həlimciray deyə bir kitab oxumuşdum, amma bu o deyil. Fərqlidir. Yəni bu fərqlidir. Həlimciray külliyatdır bu əlbəttə. O bəlkə bir ayrı adı var idi. Bəzi kəlmələr qırmızı yazılıbdır, amma kitab təqribən aynı xətt ilə, aynı qələm ilə davam edir. Həlim öz adında qırmızı rənglə yazıblar, onun burada adını yazıblar. Bəzən beyt yazıbdır. Tamam şu divan mübarək Meymun az dست محمد رجب بخاری در سنه 1243. Cəlib buyurun. Bu yazan kimdir? Nəssax. 3-cü kitaba baxırıq. İndi biz 3-cü kitab. 3-cü kitab adı Divan-ı Giray Külliyatı. Burada yazıb ki, əcəba bu nə cürdür? Tamam şu divan-ı mübarək Meymun az dست Nəssaxın tarixi. Nüsxə tarixi yazsaq bunu. Yazarıq neçə? 1000 sənəsini yazıb. Dərsəni 1000 zahir buranı da farsça yazıbdır. Cəlibdir. Yəni adam istəyib deyək ki, bu fərqlidir. Səni 1243 Hicri qəməri. Yəni 204 il bundan öncə yazılıb bu kitab. 204 il öncə yazılmış deməyik, nəsx istinsaq olub. İstinsaq olub. Nüsxə yazılıbdır. Yəni bu kitab çox qədimidir, amma bu son nüsxədə görək ki, bundan bu üzə yenə 2-3 səhifə boşdur. Ondan sonra bir ayrı nəqqaşi çəkəcəkmişlər, təsvib eləyəcəkmişlər, gülün çəkiblər, qalanları boş qalıbdır. O birisi səfhədə də yenə çərçivələr aynı davam edir. Həlim adı gəlir və bir səhifə. Deyək ki, bir dənə şeiri qutarandan sonra ikinci səhifədən düz yazı başlanır və düz yazının içində davam edir. Bəzi kəlmələr qırmızı xətt ilə yazılır və onların haqqında tozif verir. Şəxslərdir var. Bunu görürük. Çox ciddi bir kitabdır. Divan özü çox böyük deyil. Əlbəttə bundan sonra yenə divan başlanır. Səhifə 106-dan divan başlanır. Bu kitabı mən fikirlərim ki, bir ayrı gün oxumalıyam. Elə fəqət beləsi bu günləri baxaq bunu. Biraz bundan tanış olaq, qalsın. Bir ayrı gün bunu oxumağa çalışıb bundan tanış olarıq. Çox önəmli bir kitabdır. 2-3 yəni buradan 2 kitabdan ibarət, yəni 2 bölümdən ən azından ibarətdir. Ehtimalən hər ikisi də Həlim xanın, əlbəttə dedik ki, Həlimciray şair bir adamdır, onundur, amma ola bilər ki, bu 2-ci bölümdə o yazsın, yoxsa xəttatlar ya ayrı adamlar yazıblar, buna əlavə ediblər. Divan özü kiçikdir. Tarixi məcmui be cənab-ı sərvəri, tarixi digər be cənab-ı eyni. Bunlar da tarixlərdir, burada yazıbdır, amma misrə-i tarixi eyni şahidür Xunçəvar indəli be eşqə oldu gülbəni xatan bəhar. Bu kitabın sonu imiş hətmən. Hekayət və ağ səhifələr və kitabın sonu, cildi və o müxtəlif yerlərindən şəkillər qoydu. Kitabı bir də qeysaq orada görək, əcəba burada bir tarix tapa bilərik buna. Bu kitab beləsi qalsın. Bu kitabın ərzişi var ki, təzəşdən bunu bir hesabı vaxt qoyaq, bunu oxuyaq. Beləliklə bu günü başa çatdırırıq. Allaha şükür olsun bu günləri biz bu iki əsərlə, böyük əsərlə bəlkə bizim taliyə, nə bilim, bu cür bir şeylərə etiqadımız olar, olmaz, o başqa bir şeydir. Amma bu
Bu kitab özellikle yəni Mətali-us Səadə və Yanab-us Siyadət həm kitabın özü, yəni içində o mühtəva nə yazılıb onu çıxsıq kənara. Kitabın o yazılması, o xəttatlıqları, o cizgilər, o nəqqaşlər, miniatürlər, o cədvəllər, onlar özü şahkardır. Yəni indi belə bir şeyi kompüterlə belə çətindir düzəldələr. Çox əla bir işlə qarşı-qarşıya yox. Bu kitab çox önəmlidir bizə hünəri cəhətdən ən azından və fənnilər cəhətindən kitaba verildiyi əhəmiyyət baxımından, açısından çox önəmlidir. Allaha şükür olsun bu günləri bu kitabla tanış olduq. İnşallah ömür olursa başqa gün bir ayrı kitabla tanış olarıq. Hələlik